Öləndə elə ki Allah bizi haqq hesaba çəkəcək, bizim haqq hesabımızı bizim qarşımıza qoyacaq, onda biz hiss eləyəcəyik ki, biz varlıq aləminin mövzusu olmuşuq. Onu biz orada hiss eləyəcəyik. İndi biz özümüzü varlıq aləminin bir hissəsi bilirik. Elə bilirik, böyük varlıq aləminin bir hissəsi zərrəsiyik. Amma orada görəcəyik ki, sanki tək mənəmmiş, məndən başqa heç kəs yox imiş. Bütün davalar mənim üstümdəymiş. Bütün hadisələr ki bu dünyada baş verir, hamısı mənim üçün imiş. Zərrə ağırlığında yaxşı iş, gördüyüm iş görürəm hazırdır. Bir zərrə ağırlığında pis iş görmüşəm, onu da görürəm hazırdır qiyamət günündə. Bütün əməllərimi hazır şəkildə, əməl kitabımı verirlər mənə, Quran buyurur, deyəcəklər, ala kitabı oy, götür, özün özünə haqq hesab çəkməyə kifayətsən. Bu sənin əməllərin, bu savabların, bu günahların. İndi özün öz əməlinə qiymət ver. Bax gör, buna nə verərlər? Əməl dəftərləri qarşımıza qoyulacaq. Baxıb görəcəyik ki, hər şey qeyd olunub, xırdadan böyüyə qədər hər şey qeyd olunub. Orada belə başa düşəcəyik, sanki təkcə məni yaradılmış Allah, məndən başqa heç kəs yox imiş elə bil. Məni imtihan eləmək üçündür bütün bu hadisələr. Küçənin başında bir maşın siqnal verir, onu Allah göndərib ki, baxsın görsün ki, sən ona nə reaksiya verəcəksən. O günkü küçədən gedirdim, biri gəldi sənə dəydi, onu göndərmişdilər sənin üçün, bu hadisələrin hamısını sənin üçün göndərmişdilər ki, necə qarşılayacaqsan bu hadisələri. Sanki sənsən və sənin Allahındır. Və bu neyniyəcəksəndən çox şey asılıdır. Mənə filan sözü deyəndə mənim nə edəcəyim, mənim qiymətimi müəyyən eləyir. Bütün hadisələr sən demə mənim üçün imiş. Ramazan ayını Allah gətirirdi mənim üçün, görsün mən necə qarşılayacağım. Məhərrəm ayını gətirirdi, görsün mən o məclisdə varam yoxsa yox. Elə bil ki, bir dənə kameradır, doğulandan ölənə qədər səni çəkir. Əsərin qəhrəmanı sənsən, qiyamətdə belə hiss eləyəcəksən. Əvvəldən axıra qədər səni çəkir, özdə təkcə zahiri yox, batini də çəkir. Bütün hadisələr orada qeyd olunur. Küçədən gedirdin, filan kəs sənə filan söz dedi, evə gedirdin, evə daxil oldun, evdə belə dedilər. Bu dedilər, elədilər, hamısı nə üçün idi? Sən neynəyəcəksən bunların müqabilində? Sən neynəyəcəksən? Bunlar hamısı hadisə idi, sənin üçün düzəltmişdilər ki, görsünlər sən neynəyəcəksən. Qiyamətdə də görürsən, hamısını göstərirlər sənə. Orada sual yaranacaq ki, ilahi, sənin işin elə bu idi ki, mənə baxasan. Sən elə ancaq məni yaratmışdın, başqa şey yaratmamışdın. Mən elə bilirdim, bu hadisələrin içində itib batmışam, sən demə, mən qəhrəman imiş, əsərin qəhrəmanı mənəmmiş. Sən elə ancaq mənə baxırdın, məndən başqa heç kəs yox idi. Mən özümü itmiş bilirdim. Sən demə, bütün insanlar, hadisələr vasitəymiş ki, görsünlər mən neynəyəcəm. Dünyanın harasındasa bir hadisə baş verir, yüzlərlə müsəlman öldürülür, o hadisənin böyüklüyü içində biz özümüzü itiririk. Sən demə, o hadisə bunun üçün idi ki, görsün mən burada neynəyəcəm, nə mövqedə olacam, necə qarşılayacam bu hadisəni. Hər şey sən demə mənim başıma dolanırmış. Sən demə, elə bil mənəmmiş, bir də Allah başqa heç kəs yox imiş. Sənin hadisənin böyüklüyü ilə, kiçikliyi ilə işin olmasın. Bütün həyat səhnələri sənin üçün quraşdırılıb ki, sənin mövqeyin bəlli olsun. Bütün şeylər bəhanədir ki, səni imtihana çəksinlər. İnsan bunu başa düşsə, heç vaxt hadisələrin əsiri olmaz. Həmişə hadisələrin fövqündə yanar. Başa düşər ki, dünyada baş verən şeylərin mövzusu hadisələrdir, mövzu mən özüməm. Hadisələrin içində qərq olub özünü yaddan çıxartmaz.
Yerlər, göylər hamısı mənə tamaşa eləyir. Allah, mələklər mənə tamaşa eləyir ki, görün mən bugün nə danışacam, nə edəcəm, hara gedəcəm. Mənəvi aləmin diqqət mərkəzində mənəm. Sən üçün yoxdur başqaları ilə. Sən elə zənn elə ki, heç kəsi yaratmayıblar. Bir səni yaradıblar, başqa şeylər də sənə vasitədir. Belə zənn elə. Belə düşünsən, çox şeyə nail olarsan. Elə bil tək sənsən, bir də Allahdır. Baxırlar, görsünlər, sən nə edəcəksən? İnsan niyə günah eləyir? Ona görə ki, elə bilir itib cəmaatın içində. Görsə ki, yox, buna baxırlar səhərdən axşamacan. Onda günah eləməz. Bizə desələr, İmam Zaman ağa oturub sənə baxır. Elədiyimiz günah eləyərik, eləmərik. Amma bizə deyirlər, İmam Zaman ağanın Allahı sənə baxır. Onu başa düşməməzlikdən elə bilirik ki, itmişik səs-küyün içində, ona görə rahat günah eləyə bilirik. Deyir, əgər bilirsən ki, Allah sənə baxır, günah eləyirsən, deməli Allahı sənə baxan ən yüngül şey sayırsan. Məntiqlə belə çıxır. Bir nəfər bədəvi Həbəşistan qulu idi. Gəlmişdi, İslamı qəbul eləmişdi. İslamı qəbul eləyəndən sonra Peyğəmbər səhabələrə dedi ki, buna İslamın başa salın hökmlərini. İslamdan ona danışanda gəldi bir gün Peyğəmbərin yanına ki, ya Rəsulallah, Allah hər şeyi bilir. Peyğəmbər buyurdu, bəli, Allah gizlini və aşkarı bilir, hər şeyi bilir. Bu sözü deyəndə dedi ki, deməli mən günah elədiyim vaxtlarda Allah məni görürdü. İndiyəcəm mən günahlar eləmişəm. Peyğəmbər dedi, bəli, görürdü. Bu sözü deyəndə deyib, bu ah çəkdi, yıxıldı yerə. Yıxılanda yerə gəldilər tərpətməyə, tərpətdilər, gördülər dünyasını dəyişib. Həyadan, utanmaqdan. Onu başa düşdü. Bədəvi ərəb də olsa mərifətə çatdı. Bir anın içində mən dediyim bir saat danışdığımı o bir Peyğəmbərin dilindən bir söz eşitməklə başa düşdü. Biri var eşidəsən, biri var doğrudan da başa düşəsən. Başa düşməsi ilə tab gətirənmədi. Deməli, mən o günahlar ki eləmişəm, o pis işlər ki eləmişəm, hamısında Allah mənə baxırdı, mən də eləyirdim. O zaman dözə bilmədi, dünyasını dəyişdi. İnsan başa düşə ki, Allah mənə baxır. Küçə, yol, ev, eşik, dost, tanış, xanım, kişi, hamısı, yer, göy, hamısı bəhanədir, məni imtihana çəksinlər. Sanki mənəm və Allahdır. Bütün bu təşkilat ona görə yaranıb ki, məni imtihana çəksinlər. Böyük işlər, siyasi hadisələr, sən deyirsən bunun içində mənim göz qırpmağımı da sayırlar. Allah deyəcək, o hadisələr hamısı bir tərəfə, mənim işim sənlə idi. O hadisələr sizin üçün vasitə idi. Kim kimi öldürürdü, kim kimi taxta salırdı, kim kimi taxtdan salırdı. Bunlar hamısı mən elə bilirdim ki, mühüm işlər odur. Mən qıraqda qalmışam, sən demə, Allah üçün mənim göz qırpmağım da, əlimi qaldırmağım da mühüm işiymiş. Allah üçün mövzu mənəmmiş, o hadisələr yox. Mövzu mən özüməmmiş. İnsan bunu başa düşsə, dünyada ikən, ənnasun niyamun, insanlar yuxudadırlar, öləndən sonra aylarlar. Amma indi onu başa düşsə, çox xeyir olar insana. İnsan özünü şəxsiyyət bilsin. Çünki insan özünü mövzu bilsə, yaxşılaşar, düzələr. Həyatda biz neçə dəfə mövzu olmuşuq. Biri məsələn biz dünyaya gələndə, onda biz bilmirdik, hamı bizdən danışırdı. Dedi, bunun gözləri belədir, dodağı belədir, qulağı belədir. Hamının danışığının mövzusu biz idi. Kaş o vaxt başa düşüb keyf eləyərdik ki, bizdən danışırlar hamı. Başa düşmürdü. Bir daha sən mövzu olur insan. Bizdə belə bir adət var, ad gününü keçiririk. Ad günü olanda biz mövzu yox. Cəmaat bizə baxır. Bir də bizim toy günümüzdə biz mövzu yox. Hamı yığışıb mövzu bizi, hamı bizdən danışır, mənə baxır, məni müzakirə eləyir. Bir də öləndə mövzu oluruq. Cənazəmiz yerdədir, gəz məclisi görəcəksən, deyəcək, yaxşı adam idi, o gün falan cür demişdi. Bu sözləri danışırlar. İndi o ölümlə doğulma hadisəsini çıxsa, haçan biz mövzu oluruqsa çalışırıq yaxşı olaq. Hamı bizə baxır. Geyimimizə baxırıq, davranışımıza baxırıq ki, yaxşı olaq.
Amma indi biz başa düşsək, yox, kiçik ictimai mühitin yox, varlıq aləminin mövzusu yox. Elə bil dünya bir tədbirdir, bu tədbirin qəhrəmanı mənəm. Bunu yaradıblar mənim üçün və hamısı mənə baxırlar, görsün bu özünü necə aparacaq. O zaman gör, nə qədər təsir olar mənim əməllərimdə.